Aslan canlıda çətin günlərindən, ailəsindən, etdiyi evliliklərdən, anasından və bir çox şeylərdən danışaraq açıqlamalar verir. Buyurun Aslanın öz dilindən həyat hekayəsini izləyək. Videonu bəyənib kanala abunə olmağı unutmayın. Mən bilmədiyim şeylər vardı, çünki belə deyim də, yəni birdən ki, mənim başıma elə bir şey gəlməmişdi. Yəni yönəltdilər, sağ olsunlar, getdim, şükür Allah, hər şey qaydasındadır. Amma bugünkü gün, yəni yenə mən işim olmadı, yəni bax, işsiz qaldımsa, yəni bax, kimsə gətirib sənə nə bir manat verəsi deyir, nə bir şey deyəsi. Amma mən bugün fikirləşdim ki, yəni həqiqətən də, yəni bugün mən kimə deyim? Yenə bax, misal üçün, canlı açdım, dedim, öz millətimiz var, öz xalqımız var. Düzdür, hamı da çətinlikdir. Bu dəqiqə heç kəs yəni mənim balası kimi dolanmır. O sizin sözünüz olmasa hamı gezir 5 manat, 10 manat, 15 manat fəhləliyə işləyir. Kimsə milyoner deyil. Amma imkanı olanda yəni səndən heç maraqlanmaz ki, bunun varıdır, yoxudur. Nə tanıyıram, niyə eləyim? Yəni özlərində belə fikirləşirlər, imkanlılar. Amma sağ ol, məsələn sən gəldin, dəstəyini Yaşar Məlik bir qardaşımız var. Ben bir sefer destek olacağım. Yaşar'a göre bir sefer destek olacağım sana. İkinci defa olmayacağım ha. Bunu açıklayayım sana Aslan. İkinci defa diyeceğim ki Aslan getir şimdi. Bak başını sal işle diyeceğim. Bak bunu diyeceğim ha. Bilirəm abi, bilirəm. Allah köməyin olsun. Allah reyvə görə. Yaşar mən aslında çoxdan yaptım. Ben burada yalandan demiyorum ki sana her gün pul atacağım. Yok kardeş benim de çünkü bir ailem. Yok. Zaten ben buradan elə zaten Yaşar da ya şahit olsun. Ben bir de yanından kart koyup pul qasım insan değilim. Çünki mən bir dənə, yəni keçən ay özüm məsələn işlədim, pul oldu verdim. Ondan qabaqca işlədim, özüm pulumu verdim. Yəni hər bundan sonra mən niyə deyirəm kiməsə ağzasın? Niyə kimsə yanında belə pis vəziyyətə qalım? Aslan bir şey soruşmak istedim. Bağışla beni. Burada mesela için düzgün insanlar da var, yazanlar. Abi diyor 3 tane evlilik mi yaptın Aslan sen? Evet. Allah artırsın kardeş, ne diyeyim, bir sözüm yok. Yani 3 tane evlilik yaptım bu yaşta. Şimdi böyle söyleyeyim de birincini aldım, özü istemedi. Yani Ceyin dedim kesindim diri gedəm amma mən getdi qayıtmadı. Kimsə başım yedi getdi. İkinci yine 2 il ailəli oldum. Sonra mənim önümüzdə kimi də elədi. Andol Allah'a. Axırıncı sefer ondan böyle bir davam ondan sonra belə bir şəhid ailəsini söyüb. Davamız düşdü. O da deyir ki, mən səndən qalmıram. Vatanazam söküb getdi. Belə o boşanan bu boşanan. Bileyim Aslan. Ben senin hakkında çok bir şey bilmiyorum Aslan. İnsanlar burada yazıyorlar. Diyorlar ki. Yo bilirəm. Belə deyim də abi. Mən pis bir insan olsam, niyə mənə qiymət verib, niyə mənə dəyər verib, mənə yaxın gəlsinlər. En azından. Niye gelsinler? Aslan, peki sohbet edecekler ki kardeş gibi, yani bunda pis düşünecek, pis veya da pis fikirleşecek bir şey yok. Sakın dediklerimi yanlış anlama. Misal için hiç fikirleştin mi? Hadi birinde olmadı, ikisinde olmadı diye gibi hiçbir kendinde hata aradın mı peki? Yani kendine bir mesuliyet veya da bir sorumluluk aradın mı ki benden dolayı acaba bir şey var mıdır diye. Şimdi şehit ailesini söver, galet eylemiş başımda. Şehitler benim başımın tacı. Ben şehit ailesini söverim, yanlış anla başını keserim. Avradım da olsa, atam da olsa. Şehidin ailesi sövülmez, şehitler sövülmez. Şehitler benim başımın tacıdır. Yanlış anlama, ben o adamı, kardeşim dahi olsa reddederim onu. Şehit sövülmez birincisi. İkinci olarak da mesela şimdi bunu sövdüğün, normal bir insan sövmez ya, emin ol. Aslan, normal psikolojiye sahip olan bir insan şehit ailesini sövmez kalkıp. Tabii ki. Yəni bunu həmin günü and ola Allahıma deyirəm, həmin günü mən həmin o söhbətdə. Mən o bildirdim. Elə belə babayəncə canını açmışdım, sənə pek oynadım. O kimsə gəldi qıraqdan dedi, nə qədər də adamı sübut elədi, bax Quranım and olsun. Bir də gözümü açdım, görüm ki 17 min mənim yayımımda adam var, hamısı da onu təsdiqləyir. Siz yəni bilirsiniz. Kim peki bu? Biri var. Kim peki bu? O şehit ailesi. Vallahi ismi yadımda qalmayıbdı, amma yəni bunu nə qədər adam təsdiqlədi və həmin insanın canından sonra çıxıb direktinə də yazmışdı. Nə, o söhbət heç mən qayıtmaq istəmirəm, çünki o qədər yəni yorulmuşam da, yəni o söhbətdən, yəni belə məsələn mənim yaşım 29 yaşım olsa da, yəni mən çəkdiyimi çəkmişəm indiyənə kimi. Yəni biri var, biri var nankör olasa.
Ozan seni tanıyor mu Ozan? Ozan bizim Ozan Ozan, he. Diski seni tanıyor mu yaşlı? Tanıyır ha. Ömer tanıyor mu? Ömer tanıyor mu? Ömer valla adını eşitmişəm heç bilmirəm. Yəni məndən tək adı oynayıb oynamayıb Ozan. amma Ozan tanıyır. Ozan öz işi. Mesela için Ozan'ın yanında da işler olabilir. Onun restoranı var bildiğim kadarıyla bir yerde bir kafesi gibi bir şey var herhalde. Bilmirəm. Ozan da Bilirəm, biri var idi 28-də, onu deyəsən təhvil verib. İndi bilmirəm hardasa yenə açıbdı. Ozan özü də burada olmur ya. Capırda işləyir, ya rayona gedir. Yəni o sezonla onun işləri olur. O da tək işlətmir, kiminəsə işlədir, amma yox, yəni onun yanında olan işləyən orada hafizəmdə uzaqbaşı 14-15 manat maaşdır da, yəni onunla belə deyim, elə mənim gündəlik yoxluğum 5 manat eləyər. 10 manat yəni dolanmaq mümkün deyil. Misal için yok 14-15 manat diyorsun da aslında şimdi misal için şöyle bir şey yapabiliriz. Mesela işsiz kaldın şu dönemde gidip en azından sigara içiyorsun herhalde değil mi? En azından sigara pul veriyorsun, yemeğe pul veriyorsun. En azından evinin yemeğe sigara pulun falan çıkar vesaire çıkar. Yani Ozan da yakın insan. Ozan da pis insan değil ha. Ozan desen Bilirəm, sağ olsun. O gün bizim özlü şeylərdir. Dedi gəl yayıma pek eləyək. Dedim vallahi kontrum yox, internetim yox. Dedi götür gəl oyun oynayaq. Mən də şey eləmədim. Nömrəmi də bilir, yəni WhatsApp-ını da bilir. Neçə vaxt elə biz bir-birimizi tanıyırıq. Allah. Yəni nə bilim. Mən açığı mənim yoldaşımın mamasının şeydi. 7-siydi, 6-siydi. 2 gün bundan qabaq. Rayona getmişdi yerə. Əmsi o apardı, gətirdi. Öz maşını ilə. Sağ olsun. Getdi rayona dəydik, gəldi. İndi vəziyyəti yaxşı dəyildi. Dedi getmək istəyirəm. Mən də qaldım sabah ki gedə bilmirəm. Gəldik yenə də. Natiq Qiliyev Zar yaxşı sənə söz atdı. Nə söz atıbdı ki mənə? Hansı Zar deyirsiniz? Tabii sahip abi. Bayaqdan çatı oxumuram. Valla ne bileyim yani burada kardeşlerim de var benim eskiden. Həqiqətən deyirəm, inşallah nə söz atıb ki, yaz baxşalıyım, o söz atmır. Heç kəsinə işi yoxdur o insanın. Zaten sordu da ben bir seferlik dediğim gibi bana çıktı bir kere söz. Biz sanki böyle pis bir şey mi aslında beni başa düştü herhalde. Yani şimdi mesela için günler ben yardım Ömer ama abi diyor ki günü kim yapacak? Şimdi Azerbaycan'da öyle hücum manatı iş yok bir kere. Yani biz Türkiye'den getirdiğimiz fahrileri bile yani usta falan alıyor 6-7 bin 10 bin dolar falan alıyor ama onlar yok hallederler. Doğru söylüyorsun abi doğru söylüyorsun abi de işte abi ne yapayım yani ki Yaşar dedi bana ben açık konuşayım aslında çok tanımam bilmem abi Yaşar dediği için şey yaptım ben okey dedim sıkıntı yok. Ben Aslan çok tanımıyorum işin açığını söylemek gerekirse. Yaşar dediği için ben şey yaptım abi yoksa sahip abi biliyorsun beni çok tanıyorsun. Bugün başımıza ne geldi Aslan? Ben birine pul atmıştım. Yayında oldu. Kadın özü pensiyası varmış. Oğlunun pensiyası varmış. Öz evleri. Bana geldi dediler ki pulum yok şöyle böyle attım çok pul değil. 150 manat pul atmıştım ben o kadına. İnan kadın her pokla uğraşmış. Allah bilir özü bilir. Ben helal edeceğim ama Allah bilir. Yani beni aldatıp ben batmadım. Amma mən həmişə mənə dəstək olanlara həmişə demişəm ki, yəni əgər inam, güvən insanın içində yoxdursa, yəni mən şükür Allaha, yəni böyük bir yerdə də deyirəm. Yəni qaçacağım, yerəcəyim bir yer də yoxdur. Azərbaycandayım, yerimi də demişəm, konumu da demişəm, atıramı. Keçən biri gəlir ki, əgər sən dediyin gəlirəm, konum at gəlirəm, düz çıxsa 500 manat pul verəcəm sənə. Dedim, problem yoxdur. 500 manata görə əgər sən mənə güvənmirsənsə, gəl bax, amma heç o 500 manatın da ehtiyacı olmaz mənə. Yəni gəl gözümlə gördüm. Aslan bir şey soracağım. Ya haddime değil ama bir şey sormak istiyorum. Mesela şimdi burada şey yazmış. Birçok insan yazıyor burada şimdi ki Aslan diyor anasını bir sor abi diyor. Neredeymiş diyor. Aslan anası yakın koymur diyor.
Ya bir ana niye evladını yakın koymazsın siz? Belki de ciddi O barədə mən bir açıqlama verim. O barədə mən həmişə anamın haqqında danışanda deyirlər sən anamın əleyhinə danışırsan. Mən anamın heç vaxt əleyhinə danışmamışam. Bu bir. İkincisi ki, anam özü məni istəmir. İstəmir deyəndə bilirsiz necə? Mən seçdiyim xanımları yəni bəyənmir. Birinci pis oldu, ikinci bunu bütün dünya bilir. Birinci pis oldu, ikinci pis oldu, üçüncü bəs. Sənə nə edib? Durup gördün mü? Aynı mantıkla gidiyorsun. Yok, birincisi aslan şöyle bir şey de var. Şimdi ana ata insanın her şeyidir, tamam mı? Benim anam atam. Ben hala anamla atamla kaldım. Türkiye'de kaldım dönemde. Öz evim var ama geçmiyorum. Ben de boşanmışım. Şimdi açığını söyleyeyim sana aslan. Bu ayıp değil. Hala evlenmiyorum. Düzgün birini bulana kadar hala evlenmeyeceğim aslan. Ben kendime söz verdim. Düzgün, namuslu, ahlaklı birini bulana kadar evlenmem. Şimdi sen için anan senin yanına koymuyor. Dedin ki biri bak benim dediğim şey demiş anan da aslında. Aynı mantık. Biri pis çıktı, ikisi pis çıktı. Üçü de mi yavrum bu pis çıktı gibisinin mantıkla düşün. Yani aynı şeyi düşünmüş aslında. Bak sana bir söz diyeyim mi Aslan? Hiçbir zaman ananın atanın sözünden çıkma. Ana ata var ya, dünyadaki en mukaddes şeydir. Bulunmayacak şeydir. Vallahi bak Aslan. Onları bir yitirersen her şeyini yitirmiş sayarsın. Bəs oğlum bu qədər əziyyətin, oğlum bu qədər yəni zülmün görən bir valideyn niyə onu istəməsin? Çox böyük bir mantık gətirir. Mən sizə çox gözəl anlayıram. O ana ki, o ata ki, övladın axıra qədər pis günündə, yaxşı günündə yanında durursa, söhbət o maddiyatdan getmir ha. Yəni düzgün yol göstərirsə, övlad ona qarşı yəni həmişə düz olar. Həmişə haqqını gətirər, həmişə yolunu gətirir. Yenə də deyirəm. Mən gözüm açandan anamı görmüşəm, gözüm açandan da yəni o insan deyirəm. Atam da ki, yəni mənim dava qırğından yəni göz satandan eləyib, amma istəməyəcək öz xoşuna gətirib bizə nəsə eləməyib də. Yəni biz tələb etmişik yəni eləyib də. Amma yenə deyirəm, mən istəməsin. Yəni deyim. Peki Aslan. Bax, 9 yaşımdan işləmişəm. 9 yaşımdan. Hər işdə də işləmişəm. Bir restoranda işləmişəm, deyəsin qışın qışı olan çağı, bax, söz vaxtı. Deyəsin divanın kreson üstündə yatırdım, külək vıcıldaydı, özümüzdən restoran qapıları şüşədəndi. And olalar. Cüzüm çatandan gelmişəm, biz qalmışıq Sabirabadda Zəngilan qəsəbəsində. O bütün o Zəngilan əhli qəsəbədə qalan 161 ailədir. Hər kəs də mənim zülmümü də görüb, əzabımı da görübdür. Mən hər şeyi açıb nə canlıda danışmamışam, nə də efirə gedəndən mən öz həyatımı danışmamışam, heç vaxt. Demişəm kişinin başına kişi əzab da çəkər, əziyyət də çəkər, hər şeyə gələr də insan. Amma mən heç vaxt danışmıram. Mən durub o şeyləri burada danışsam, and ol Allaha deyərəm, yəni haqq qazandıram çox olacaq. O şey onda da mən sən özümə nə eyib gəlir. Deyəcəm, nətər oldu ki, elədiyini, öz valideyninə elədiyini, yəni götürüb indi millətə danışır. Həmişə demişəm, qoy mənə pis desinlər. Qoy məni pisləsinlər. Eyib yox, mən elədiyimi də, yəni mənim valideynim bitirməsini istəyirəm. İnsanı qınamaq, insanı qışlamaq, nə getmək asandır, amma onun için bilib, araşdırıb, düzə kimin nəyinə lazım ki, durum gedib bunun dərinliyini öyrənim, bu necə bir insan olubdur. Amma mən... Mesela ana nerede kalır? Ana nerede kalır Aslan? Tamam rayonda qalır, indi hal-hazırda Bakıdadır. Bacı ilə gəlib də həkimə veriblər onu. Misal için anana şunu bir sor. De ki ana git vallahi sakince, analar kızamaz evlatlarına. Vallahi hiçbir ana kızamaz evladına. Şeytan bile olsa kızamaz ana. Ana çünkü kızamaz. Sen onun karnında yatmışsın 9'da. Hiçbir ana evladına kızamaz. Şunu sor anana, de ki ana de. Ben niye istemişsen bu kadar niye eziyet verirsen. Mantıklı bir cevabını verecektir o sana. Vallahi verecektir. Mənə deyir, mən səni istəyirəm, nə istəmirəm? Bu sənin yanındakini istəmirəm. Söhbət budur. Yaxşı, deyək ki, bunu istəmədi. Bəs bundan qabaqlar. Mənim anam, mənim yoldaşımla məni boşatdırdı. Boşandığımız gün həmin insanı getdi öz evinə. Getdim mən qaldığım evə. Həmin gündə mən o qapıya ayaq basmadım. Boşatdırdığın nədir və bunu təzdən yanıma gətirdiyin nədir? Mən rayonda 2 otaqlı evim var Sabirabadda. Mən o evdə gelib qala bilmərəm. İmkan vermir, icazə vermir. Yaxın gəlmə, əl atır üzümüzə, əl atır özünü. Yox, yəni mən. Yedim beni buradan tut. Qırmısan da. Yok, buradan tutarsın. Qırmısan da. Yok, buradan tut. Dağılır. Onda niyə getdin mənə təzəsin? Yok.
Dəyiş onu. Yox, onu deyil. Valla bax yəni burada yenə deyirəm, yazanlar da yəqin ki mənim chatimi görürsən də, yəni mən yalan desəm durub gəllər ki yalan deyir. Valla Qur'an olsun. Aslan, misal için benim yayınımda normalde oluyor 70-80 nefer, 60 nefer olur mesela benim yayınımda da. Vallahi hiçbiri de gelip beni sövmür. Normal sohbet edir. Abi necəsən, ne var ne yok. Ekrana tıklayıp sohbet edirler. Hamısı gelirler. Hiçbiri de beni sövmür. Artık eksik bir şey yazmıyorlar chatimde. Neye göre? Baştan harap olması lazım insanın yazması için. Ama aslan sana bakıyorum 650 nefer var. Bazen 1K yayınında adam oluyor. Bunun en az 800, bak %80'i, 180 faizi hepsi pis yazıyor. Böyle fikir veriyorum chatine. Valla bana o kadar sövseler ben herhalde kalbim durur yani. Hakikaten durur aslan. Bir kardeş gibi sohbet ediyoruz. Yani sakın yanlış anlama. Ne yapıyor musun aslan? Hər yazılana o 800 nəfər, 80% nəfərə durub burada ağız versəm, baş qoşsam, yəni onlar belə deyim də mən yaşadığımı yaşamır ki, mən gördüyüm əziyyəti, mən çəkdiyim zülmü bilmir ki, bilmir ki o problemlər nədən irəli gəlir, bilmir ki axı niyə mənim başıma gəlir. Belə deyim də ictimailəşmişəm, düzdür. İctimailəşməsəm mənim o problemlərimi 80%, ya 800 nəfər, ya 2000 nəfər bilər, yox, bilməz. Yani her şey göz qabağındadır. Her şey göz qabağındadır. Mesela Azer'e şey değiller, tamam bambalı değiller, onu değiller, bunu değiller. Azer bugün ne demiş bilirsen? Azer bugün gidip iş tapmış özüne, Bakü'de iş çıkıyor. Helal olsun. Azer'e ben tebrik ettim bugün. Hakikaten helal olsun. Azer yok. Yani Azer hakikaten işleyen insan da Azer'e yani ben... Azer hakikaten helal olsun. Azer'e iş tapmış özüne. Başına yapacak bir şey oldu. İşlemiş aslan. Mesela şimdi şunu ya, tamam mı? Bu insanlar senin bak şunu yap, inan Allah'a, bak bu insanlar seni sövmeyecekler. Bak bana inan, az bir şey. Ne yap biliyor musun Hasan? İşine meşgul ol, çalış. Akşamları gel, bir saat yayın aç, sohbet et, muhabbet et. Bu pul sohbetlerini falan yığıştır. Allah'a anlasın, insanlar gelip seni sövmeyecekler. Vallahi sövmeyecekler o insanlar seni. Bilirəm abi, mən neçə vaxtdır mən yayım açmırdım da. Ayın birindən evdəyəm. Yəni boşluq olur, açıram, teklə edirəm, onu edirəm, bunu. Amma gördüm ki, həqiqətən sıxışmışam, vəziyyətim o deyil. Yəni nə qədər adama ağız açdım, ora bura yenə dəstəyim yoxdur da, belə deyim. Arxasız bir insanam. Heç kəsdən yəni mənim köməyim yoxdur. Sağ olsun, bax sizin kimi dəyərli qardaşlar yəni gəlir, dəstək olur. Hasan, yanlış anlama, desteğim yok diyende ki sen 29 yaşında bir adamsın, koca bir yetişkin bir adamsın sen. Her şey yani zaten, her şey zihniydi. Bütün çalışan bir adamsın. Bak, ben de etrafımda yani ne diyeyim? Yani böyle diyeyim daha yani biri var, ben demirəm, bayaq da canımda sözü dedim. Demirəm ki, misal üçün mənim ya əmim ya dayım ya vaxtda qeyri başqası qohum əqrabadan kimsə gəlsin mənə nəsə eləsin. En azından bir misal üçün siz dinəcə deyirsiniz, işləmək lazımdır, bunu eləmək lazımdır, onu eləmək lazımdır. Məsləhət versiniz də düzdür, bir böyük kimi, bir insan kimi. Onu mən öz tərəfimdən yəni görmürəm. Yəni eşitmirəm. Əlaqə yoxdur. Sabah bir gün Allah eləməsin mən burada yıxılmıyorum, mənim heç meydim üstünə gələn olmayacaq. Yəni mən özümdə fikirləşirəm, mən bu insanlara niyə inəmişəm axı? Niyə inəmişəm? Nə pisiyim deyim? Bak bir dakika beni dinle. Bak çok güzel bir laf dedin değil mi? Bak şimdi çok güzel bir söz danıştın Hasan. Diyeceksin ki ben burada ölüp yıkılsam meydimin üstüne bir tane adam gelmeyecek. Düz değil. Bak bu sözü sen öz ağzınla diyorsun. Ki evet. Hiç fikirleştin mi? Hiç fikirleştin mi acaba? Benim çevremde niye bir tane benim dostum, arkadaşım, böyle kardeş dediğim insan yok? Diye hiç fikirleştin mi kendi kendine? Çünkü niye biliyor musun? Biraz da insan kendinde aramalı hatayı. Bak bir insan önce kendisi kendine yardımcı olacak ki sonra çevresinden yardım görecek. Böyle söyleyeyim de yani ben yine bilirəm. Ben kiməsə pis eləməmişəm axı. Kiməsə nəsə zərərim dəyməyib axı. Kiməsə mərdim azadçılıq eləməmişəm. Mən o qədər oturub fikirləşirəm özümdə ki, mən niyə axı, neyinəmişəm? Fikirləşirəm o səhvi özümdə axtarıram. O səhvi tapa bilmirəm özümdə. Ki mən neyinəmişəm ki, mən bugünkü gün mənim başıma bu şeylər gəlir. Eləməmişəm axı o səhvi mən. Heç kəsə qarşı eləməmişəm. Mən heç kəsə qarşı, belə özümdən tanımadığım bir yad insana da mən o səhv eləməmişəm. Bilmirəm. Həyat bəlkə də insanı sınağa çəkir. Qurban olduğum Allah böyükdür. Yəni ruzunu verən də odur, ruzunu alan da odur. Hər şeyə yol göstərən bir də Allah. Həmişə bir şansı bir şeydanca gələn deyirəm ay Allah sən özün kömək ol, ya alına ya alınmaya da. Özün bilən məsləhətdir. Xeyrin varsa alınacaq. Eğer orada mən deyib hansısa bir işlə ziyan görəcəmsə, qurban olduğum üçün yolu mənə açmasın.
Der ki bakın ben yine diyorum Aslan ben 2 gün sonra inşallah Bakü'deyim. Tamam mı? Ben seni arayacağım gelince de. İnşallah abi, inşallah. Ne vaxt geldin, ne vaxt bir kəlmə zəng edib, o nömrəmi yazmışam, and olur, şəxsi nömrəmdir. Ne var, buradan da sonra WhatsApp'a Gelip alırım da ben seni, sorun yok. Ben de araba var orada. Ben gelip alırım da seni, biraz oturup konuşuruz. Ama Aslan bir abi tavsiyesi olarak eğer meselemi bilmek istersen ki her şeyden önce kendine bak hatayı. Bildin ne diyorum? Her şeyden önce insanlarda değil de çevrendeki mesela o chatine gelen insanlarda veyahut da çevrendeki insanlara değil de kendinden önce bir hata ara. Sonra dışarıya bulmaya çalış hata. Çünkü hiç kimse dört dörtlük değildir. Ben de dört dörtlük değilim aslan. Yanlış anlama. Hiçbir insan dört dörtlük değildir bu hayatta. Düzgün insan yoktur bu hayatta. Dört dörtlük tam anlamıyla bir insan yoktur. Önce kendinde ara hatayı. Sonra çevrendeki insanlarda ara ki hatayı. İnan nerede hata yaptığını bulacaksın. Eğer mantıklı düşünürsen, böyle kendini yorarsan, biraz sıkarsan, pul meselesini kafandan at. Puldan başka mesela şunu fikirleştik. Ya arkadaş ben burada yayın açıyorum. Mesela için siz ATV'ye çıkıyordunuz herhalde bildiğim kadarıyla değil mi? Evet. ATV, o Zaur Bey'in yayınına çıkıyordunuz. Misal için Zaur Bey'in yayınına çıkanda herkes tanıdı zaten sizi. Misal için buradaki insanlar beni niye sövüyorlar? Maksatları ne? Bu insanların derdi ne? Misal için sessize atma. Tamam mı? Sövüyor seni, sessize atma. Şunu da insanlara de ki acaba de ben niye sövürsünüz? Ben seninle inanmayacağım. Bunu öğren insanlardan. İnsanların ne istediğini öğren. Bakın kimse için yaşama, kendin için yaşa. Vallahi buradaki insanlar birisi yanlış dese ikincisi doğruyu sana gösterecek. Diyecek ki bak bunun için biz seni sövürük. Misal için bak burada yazıyorlar aslında, tamam bak ne diyor? Ne diyor? Her sene bir tane kadınla evleniyor abi bu diyor. Bu normal bir şey değil. Normal bir insanın yapacağı bir hareket değil. Her sene bir kadınla evlenmek. Yani yanlış anlama, bir toy eylemek şimdi kardan baksan Türkiye'de sizin pulla kardan baksan hiç yoksa 100 bin 150 bin manat. Aslan bir toy eyleyeyim desin. Misal için sen hadi bugün ATV yaptı. Sabah kim yapacak senin toyunu? Hadi Zaur Bey yaptı, Allah razı olsun. Hürmeti var olsun. Yaptı. Sabah hadi Allah demezsin. İnşallah olmaz öyle bir şey de. Hadi bu hanımından da boşandın. İnsanlar demeyecekler mi kardeşim? Sen onu boşadın, bunu da boşadın. Dördüncüyü kim alacak? Qədir bilməz adam insanın qədrini bilmədən gedir. Mən yenə deyirəm qardaşım, mən səhv olsam bilərəm ki, mən səhvəm. En azından belə deyim də, yəni mən indi belə deyim də, kim qədərini deyirəm. Yəni mən əgər kiməsə pisəmsə, ya vaxtda ki, belə bu xanımın ailəsi məni izləyib, özü də məni izləyib yetəri qədər. Yəni görüb ki, mən pis bir insan deyirəm. Pis olsaydım, keçərdim. Birəşər ki, bu ikisinin yəni masalı da, masalı bir də mən peki şimdiki eşinin, şimdiki yoldaşının ailesi nasıl sana karşı, ünsiyetleri necede? Çok güzel. Deyir, kasıb olsun, amma mərd olsun. And ol Allaha deyirəm, çox gözəl. Həddindən artıq, qaynanam Allah hamıya can sağlığı versin. Yəni biraz xəstədir, yəni problemləri var, amma şükürlər olsun. Qurana and olsun, qaynatamın özüdür. Ətrafındakı yəni qohumları, əqrəbaları da hamısı and ol Allah başıma. Mən pis olsam, yəni deyərlər ki, efirdə olmuş adamdır, bu Blancasın yolunu gətirməyən bir insandır, nankördür. Bunda niyə qız verək? Niyə verək? En azından. Bir normal bir aile yani öz balası. İşin açını söyleyeyim aslan sana. Belki inciyersen incimezsen. Ben sana bir söz diyeyim mi? Belki incimezsen ama dedim sözden. Benim kızım olsa şahsen sana vermem. Niye biliyor musun aslan? Niye biliyor musun? Misal için bizde bile bir kız istediğin zaman, misal için bizim adethanelerde o adamı gidip araştırırız. Ayakkabıya kadar bakarız. Ne ayakkabı giyiyor diye. Bildin mi yani Nece? Başa düşürsen değil mi? Misal için bu adamın geçmişine bakarım. Nedir ne değildir. Giderim böyle. Bizde mesela sistem güçlü. Polis bölmesinden meraklanırım. Bu adam herhangi bir suç hapisi karışmış mı vesaire diye. Ben açığını konuşayım. Şimdi 2 kere evlilik yapmış. 3.'ye de benim kızımı mağdur etmeyeceğine malum. Veyahut da iyi saklayabileceği. Mesela için şu anda bak sakın seni yargılamıyorum ha. Allah değilim ben. Tövbe Ayşe sonuçta. Mesela için kiranı ödeyebilmirsen.
Bu bile bir aslında şey yani aileyi geçindirmemek için bir sebeptir. Bildin mi Nece? Yani bu bile yani aslında bir aileyi mağdur etmek için bile Peygamber Efendimizin bir sözü vardır biliyor musun aslında? Şunu diyor ki bir kadını mağdur edersen bir kadının isteklerini yerine getiremezsen ki mesela mehir olayı vardır bize tamam mı? Mehir olayı. Mehiri bilir misin? Bilmiyorum ama mehir olayı vardır bize evlendiği zaman. Mesela kadın yazdırır. Der ki 100 gram kızıl veyahut da 200 gram kızıl veyahut da 500 gram kızıl. Ben o kızılı vermekle mükellefim ona dinimizde. Hakikaten vermekle mükellefim. Benden sabah bile istese ben onu vermek zorundayım o kadına. Ama bugünkü günde diyor ki Peygamber Efendimiz sen o kadını mağdur etmeyeceksen al. Bazıları pise yazıyor bunu. Diyor ki 7 taneye kadar kadın alabilirim. Ya 7 taneye kadar kadın alabilirsin. Doğru İslamiyet'te var böyle bir şey. Bir sorun yok. Ama bakabileceksen bu tavuk cüce değil. Kadın istekleri var. Saçı var, salonu var, tırnağı var, bilmem giysisi var, oyu var, buyu var. En az bir kadının maliyeti bugünkü günde her ay en az 500-600 manattır. En az giydiği kıyafetleri, giyeceğidir, odur budur. Evet, Bir uşaq evet. Abi çok özür dilerim ama ben canlıma gör nə gəldi bir dənə bax buna. Gəl bir dənə bax da bu canlı yayım 4 dəqiqə 40 saniyə müddətində bitəcək. Niyə? Aşkar etdik cari canlı yayım devam etdirmək üçün doğrulamaya tamamlayın. Nə doğrulaması? Abi eşitirsən məni? Ha işlerim aslan buyur. Həm canlıma nəsə gəldi, həm də Yok Bir bildim tane abi ben canlı dünən də bu gəldi. Bu nədir? Canlı yayım 04-11 müddətində saniyələr gedir aşağı bitəcək. Cari canlı yayımınız zamanı fəaliyyətsizlik aşkar etdik. Hərəkətsiz qaldım bəlkə.